Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası bərəkət olsun. Həmd olsun uca Allah'a. Allah Teala bizləri Şaban ayı kimi xeyirli, bərəkətli, fəzilətli bir ayda gözəl, yaxşı bir iş üzərində cəm edib topladı. Bu ay əməllərin Allah'a yüksəldiyi aydır. İnsanların əksəriyyəti bunu bilməsə belə. Əməllərin, aləmlərin Rəbbi olan uca Allaha yüksəldiyi hər bir salih əməl, oruç tutmaq, namaz qılmaq, zikr etmək, dua etmək, sadaqa vermək, elm öyrənmək də bu əməllərin başında gəlir. Ona görə nə xoş bizə ki, Allah Teala bizləri bax bu cür gözəl, xeyirli, bərəkətli ayda ən fəzilətli, ən üstün məclisdə cəm edib topladı. Bugün sizlər ilə çox əzəmətli, dəyərli bir mövzu haqqında danışacağım. O qədər əzəmətli, o qədər qiymətlidir ki, bunu başa düşüb, dərk edən mömin salih əməllərə qarşı istəyi, arzusu artır. İstəyir ki, xeyir əməllərin çoxaltsın, bu savaba, bu mükafata nail olsun deyə. Əziz cəmaət, bizim bugün öyrənəcəyimiz mövzu mələklərin dua etmiş olduğu 10 şəxs haqqındadır. Bu 10 şəxsə mələklər dua edir. Bilirsiniz, insan yarandığı kimi, cinlər var olub yarandığı kimi Allah Teala mələklər də yaradır. İnsanı torpaqdan yaradıb. Cinləri oddan yaradıb, mələkləri isə nurdan yaradıb. Mələklərə inanmaq, onların varlığına, onların Allaha ibadət və itayət etmələrinə, onların adlarının, vəzifələrinin olub fərqli-fərqli olmağına imanın əsaslarındandır. Hər bir müsəlman buna inanıb etiqad etməlidir. İmanın əsaslarından. İkincisi, ən tu'minə billahi və mələikətihi. Allaha inanmaq və onun mələklərinə inanmaq. Mələklər insanlar kimi varlıqlar deyil. Bəziləri 2 qanadlı, bəziləri 3, bəziləri 4, bəziləri də daha. Nurdan yaranırlar. Onların yeməyə, içməyə, yatmağa ehtiyacları yoxdur. Yarandıqları gündən ta qiyamətə qədər Allaha ibadət və itaət üzərədirlər. Elə mələklər var ki, yarandıqları gündən ancaq qiyamdadır. Elə mələklər var, yarandıqları gündən ancaq rükudadır. Elə mələklər var, yarandıqları gündən ancaq səcdədədir. Hətta onlar qiyamət günü deyəcək ki, ya Rabbi, o rükudan, o səcdədən başını qaldıranlar, biz sənə layiqincə ibadət edə bilmədik. Biz sənə layiqincə ibadət edə bilmədik. Allah Resulü sallallahu aleyhi və səlləm buyur ki, səma inlədi və onun inləməsi də haqq oldu. Səmada 4 barmaq qədər yer yoxdur ki, mələklər orada alınların Allah üçün səcdəyə qoymamış olsunlar. 4 barmaq qədər yer yoxdur. O mələklər, Allah Teala danışır, "Ellezîne yahmilûnel arşe ve men havlehu yusebbihûne bihamdi rabbihim ve yu'minûne bihi." Arşı daşıyan və onun ətrafında olan mələklər Rəblərinə həmd sana edib, onu zikr edirlər, ona iman gətirib inanırlar. Sonrasına baxın, "Və yestəğfirûne lillezîne âmenû." İman gətirənləri üçün isə Allahdan bağışlanma istəyirlər. Mömin bunu bilib, necə Allaha inanıb iman gətirməsin? Müsəlman bunu bilib, necə salih əməllər etməsin? Sənin üçün mələklər Allahdan bağışlanma istəyir, dayanmadan. Rabbena vəsi'te kulle şeyin rahmeten ve ilmə. Ey Rəbbimiz,
Sən hər bir şeyi öz elminlə, öz rəhmətinlə əhatə etdin. Sənin elmin, rəhmətin hər şeyi öz içərisinə aldı. Fəğfir lillezine təbu və təbə'u səbiləkə. Ona görə də sənə tabi olanları, sənə iman gətirənləri, sənin yoluna qaydanları bağışlayıb əff et. Vaqihim azəbəl cəhim. Onları cəhənnəm əzabından qoru. Baxın, dəyərli cəmaət, bunu mələklər edir. Həm möminlər üçün, həm də möminlər içərisində Allahdan bağışlanma istəyib, onun yoluna qayıdıb tövbə edənlər üçün. Rabbənə və ədxilhum cənnətə adnin illəti vəiddəhum. Ey Rəbbimiz, onları vəd etdiyin cənnətlərə qoy. Onlara cənnət demişdin, ha. Bu duanı mələklər edir, qardaşlarım. Heç bir günahsız, heç bir xatası, təqsiri olmayan, Allahın nurdan yaratdığı məxluqlar. Onların duaları qəbul olmaya bilər mi? Əlbəttə qəbul olur. Vəd etdiyin cənnətlərə qoy. Və mən salaha min əbəihim və əzvacihim və zürriyyətihim. Eləcə də onların ataları, zövcələrin və övladları. Subhanallah. Sənin səbəbinlə mələklər nəinki sənə hətta övladlarına, övladlarına dua edirlər. Zürriyyətə, zövcələrə və bir də atalara, analara. İnnəkə əntəl əzizul həkim. Həqiqətən də sən izzətli və hikmətlisən. Bu cür əzəmətli dualar. Sonra deyirlər ki, yenə dua davam edir. Vaqihimus seyyiət. Allahım, onları günahlardan qoru saxla. Elə ki, günaha düşməsinlər. Və mən təqis seyyiəti yevmə izin fəqad rahimtə. Kim ki, özün günahlardan qoruyub saxlayıbsa, sən qiyamət günü artıq ona rəhim edəcəksən. Və zəlikə huvəl fəvzul azim. Əsl uğur, əsl qələbə bax budur. Bu cür qiymətli varlıqlar, mələklər dua edirlər. Bilmək, öyrənmək istəyənlər baxsın Ğafir surəsi 7-ci ayə, 8-ci ayə və 9-cu ayə. Bunları öyrənsin. Qaydaq mövzumuza. Mələklərin dua edib Allaha yalvarıb yaxardığı şəxslər, ən başda sədəqə verən şəxslərə, ehtiyac sahiblərinə, fağır fuqaraya, kasıblara, sədəqə verən şəxslərə köməklik edib əl tutan mələklər dua edir. Allah Resulü sallallahu aleyhi və sələm buyurur ki, Mə min yevmin yusbihu l-ibadi fihi illə və mələkəni yənziləni. Elə bir gün yoxdur ki, səhər-səhər yer üzərinə 2 mələk enməmiş olsun. Hər gün səhər-səhər yer üzərinə 2 dənə mələk enir. Fəyəqulu əhaduhumə. Onlardan biri deyir ki, Allahümmə a'ti munfiqan xaləfən. Allahım, sənin üçün verənə əvəzin ver. Ona sən də ver. Allahümmə a'ti mumsikən tələfən. Allahım, sənin üçün verməyənə sən də vermə. İnsan artıq burada mələyin duasının hansının ona olmasını özü seçir. İkisindən biri 100% olur. Verəssənsə, Allahım, sən də ona ver, duası sən olacaq. Verməyəssənsə, Allahım, vermədi, sən dua vermə. İkinci hal. Məsciddə oturub namazı gözləyənlər. Gəlmirsən məscidə, məscidi salamlama namazını qıldın, oturub namazı gözləyirsən. Duha namazını qıldın, oturub günorta namazını gözləyirsən. Məğrib namazını qıldın, oturub işanı gözləyirsən. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mələikətü tusalli alə əhədikum mədəmə fi musallahu. Mələklər, nə qədər ki, siz namazgahda, məsciddə oturub namazı gözləyirsiniz, sizin üçün Allaha dua edib Allahdan bağışlanma istəyirlər. Mələm yuhdif. Əgər o məsciddə oturub heç bir bidət etməzsə, görürsünüz qardaşlar, məsciddə oturub bidətlə və ya başqa bir günahla məşğul deyilsə, mələklər onun üçün Allahım onu bağışla, onu əff eləyə dua edir. Və la yezalu ahadukum fi musallahu ma dametis salatu tahsubuhu. La yemna'uhu an yanqaliba ila ahlihi illa as-salat. Nə qədər ki, namaz onu tutub məsciddə saxlayıb, namaza görə oturub məsciddə, o namazdaymış kimi savab qazanır. Onu ailəsinin yanına qayıtmağa və ya işinə getməyə, evinə getməyə mane olan namazı. Namaz tutub saxlayıb orada. O namazdaymış kimi savab qazanır. Üçüncü hal, insanlara xeyir öyrədən şəxsə. Mələklər dua edir.
Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki fadlul alimi alel abidi ke fadli ala ednakum. Benim sizin alimin abid üzerinde olan üstünlüğüm benim size olan üstünlüğüm kimidir. Necə ki mən sizdən üstünəm, necə də alim çox ibadət edən abiddən üstündür. Sonra buyurur ki Peyğəmbər sallallahu aleyhi ve sellem İnnallaha, həqiqətən də Allahın özü və mələikətə, onun mələkləri və əhlə səmavati, səma əhli, səmada kimlər var? Və əhləl ardı, yer əhli, həttə nəmlətu fi cuhrihə, hətta yuvasındakı qarışqa və həttəl hut, hətta balıq, dənizlərdəki, çaylardakı, dəryalardakı, okeanlardakı balıq lə yusalluna alə muallimin nəsil xeyra. İnsanlara xeyir öyrədən müəllim üçün dua edirlər. Subhanallah. Allahın duası, yəni Allah subhanallah onu uca məqamlarda tərifləyir. Səma əhlinin yanında, mələkləri yəni onu tərifləyib, adın sanın uca edir. Mələklərin duası Allahım onu bağışla, əff et. Səma əhli, yer əhli, qarışqa, balıqlar hamısı insanlara xeyir edən şəxs üçün dua edirlər. Buna görə bu hədis bizə göstərir elmin fəzilətini, elm öyrənən qardaşlar. Elm öyrənmək və insanlara xeyir vermək. Fərqi yoxdur, yəni şərt deyil ki, sən elm əhli olasan, alim olasan, getmirsən, düşdüyün yerdə xeyir öyrədirsən. Bala, mıy belə eləmə olmaz. Bala, mıy belə elə. Mıy yemə, mıy ye, mıy içmə, mıy iç. Xeyir öyrətmədir ya yox, savab qazanırsan buna görə. Bura getmə, məsləhətdir. Bura gir, bura məsləhət, savab qazanırsan buna görə. Qardaşlarım, 4-cü hal, xəstəni ziyarət edən zaman. Xəstə ziyarəti. Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki, müsəlmanın müsəlman üzərində olan haqlarından biri də xəstəni ziyarət etmək. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, kim gündüz vaxtı bir xəstəni ziyarət edərsə, axşama qədər 70.000 mələk onun üçün dua edir. Axşam vaxtı ziyarət eləsə, səhərə qədər 70.000 mələk onun üçün dua edir. Yəni, xəstə ziyarətindən payımız olmalı, dəyərli qardaşlar. Eləcə də Allah üçün olan bir qardaşını ziyarət eləmək. Peyğəmbər s.ə.v bu ki, mən aada məridan, əv zəra əxən ləhu fillah, kim bir xəstəni ziyarət edər və yaxud da bir qardaşın, Allah üçün olan, qardaşın ziyarət edir, nədəhu munədi, bir çağırışçı çağırır deyər, Allah yanındadır bu da. Əntibtə və tabə məmşəkə, sən də yaxşı oldun, sən addımlarında gedib gəlməyin də yaxşı oldu. Və təbəvvətə minəl cənnəti mənzil. Artıq sən cənnətdə bir mənzil sahibi olur. Qardaşların bir gün ziyarət eləməsi, xəstəni ziyarət eləmək bu qədər qardaşların üstün əzəmətlidir. 5-ci hal, yanında olmayan bir şəxs üçün dua eləndə. Mələklər də sənə dua edir. Yanında olmayan bir şəxs, istər kişi olsun, istər qadın olsun, Allah falan kəsi bağışla, onu əff elə, mələklər də sənə dua edir. Peyğəmbər s.ə.v buyurur ki, kim yanında olmayan bir qardaşı üçün, burada qardaş yəni hamıya aiddir, qadınlara da, evdə qadınlar bilir, yəni bir insan üçün dua eləyərsə, mələklər də eynisi sənə olsun deyə Allaha dua edərlər. Safvan ibn Abdullah ibn Safvandan gəlir ki, mən Şama gəldim, Şam yerinə. Fəəteytu Əbəd Dərdəi fi mənzilihi fələm əcidhu. Gəldim Əbu Dardanın evinə, lakin evdə yox idi. Gördüm ki, evdə yoxdur. Və vəcədtu Ummu Dərdəi. Ummu Dərdanı tapdım. Yəni Əbu Dardanın zövcəsi, Dərdanın anası. Fəqalət. O mənə dedi ki, Əturidul haccəl am. Sən bu ilin həccinin savabını qazanmaq istəyirsənmi? Qadın ona sual verir. Fəqultu nə'am. Mən də dedim ki, bəli. Fəqalət dedi, fəd'ullaha lənə bi xeyr. Sən bizə xeyir dua elə. Bizim üçün xeyir dua elə. Fəinnən nəbiyyə sallallahu aleyhi və səlləmə kənə yəqul. Həqiqətən də Peyğəmbər s.ə.v deyirdi ki, də'vətul muslimi li əxihi bi zahril qaybi müstəcəbətun. Bir müsəlmanın yanında olmayan müsəlman qardaşı üçün dua etməsi
qəbul olur. İndə rəsihi mələkun muvakkəlun. Onun başının üzərində bir dənə vəzifəli mələk dayanır. Dua edən şəxsin başının üzərində. Kulləmə da'a li əxihi bi xeyrin. Hər dəfə o qardaşı üçün xeyir dua etdikdə qaləl mələkul muvakkəlu bihi amin və ləkə bimithli. Onun başının üzərində olan mələk deyir ki, amin. Eynisi sədə verilsin, sədə olsun. Ona görə qardaşlarım, bu xeyri əməldən özümüzü daima saxlamaq və məhrum etməmək. 7-ci ibadət, 6-cı əməl sahur etmək. Ramazanda o başlanlıq yemək, sahur. Sahurda bərəkət var, bilirik bunları. Ən xeyirli yemək sahurdur. Peyğəmbər s.ə.v bu ki, as-suhuru ukluhu barakatun. Sahur bərəkətli yeməkdir. فَلَا تَدَعُوهُ وَلَوْ أَنْ يَجْرَعَ أَحَدَكُمْ جُرْعَةَ مَاءٍ. Əsla onu tərk etməyin, hətta bir qurtum su içmək olsa belə. Bir qurtum su içməklə belə olmuş olsa, sahur edin. فَإِنَّ اللّٰهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى الْمُتَصَحِّرِينَ. Həqiqətən də Allah özü və onun mələkləri sahur edənlərə xeyir dua edirlər. Sahur o başlanlıq yeməyi. Yerik ki, oruç tutacaq. Allah özü salavat deyir, yəni onu tərifləyir, uca mərtəbələrdə məqamlarda. Mələklər isə salavat deyir, yəni dua edir. Allah bunu bağışlar əmin. 7-ci ibadət, birinci səhvdə dayananda. Namazda birinci səhvdə dayananda. Dəyərli qardaşlarım, Bara ibn Azib'də rivayət olan hədisdə Peyğəmbər s.ə.v deyir ki, La təxtəlifu fətəxtəlifu qulubukum. Ayrı-ayrı dayanmayın, yoxsa qəlbləriniz ayrı-ayrı düşər. Və kənə yəqul, o belə deyərdi, İnnəllaha və mələikətəhu yusallunə aləs-sufufil əvvəl. Həqiqətən də Allah özü və onun mələkləri birinci səhvdə dayananlar üçün dua edir, salavat deyir. Allahın salavat deməsi bildik, yəni onu tərifləyir uca mərtəbələrdə. Mələklərin salavat deməsi, Allahım onu bağışla, onu əfv et. La təxtəlif sufufukum fətəxtəlifu qulubukum. Səhvləriniz ayrılmasın, ayrı-ayrı olmasın, yoxsa qəlbləriniz də ayrı düşər. İnnəllaha və mələikətəhu yusallunə aləs-saffil əvvəli. Allah və onun mələkləri birinci safa salavat deyirlər. 8-ci əməl. İndəmə tasilu-sufufu fis-salə. Bu da səhvlə əlaqəlidir. Namazda səhvləri doldura birləşdirəndə. Hansı ki, namazdan qabaq imam deyir, səhvləri sıxlaşdırın, birləşdirin, boşluqları doldurun. Bunu edən zaman mələklər sənə dua edir. Həm imamın sözünə tabi olmasa bu qazansa, həm də mələklər sənə dua edir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, İnnəllaha və mələikətuhu yusallunə aləl-ləzīnə yasiyunə sufuf. Allah və onun mələkləri səhvləri birləşdirənlərə dua edirlər. Və mən səddə furcətən rafa'ahullahu bihə dərəcə. Kim də bir boşluğu doldurarsa, Allah da onu bir dərəcə yüksəldir. Allah da onu bir dərəcə yüksəldir. Ona görə dəyərli qardaşlar, bizlərin bu əməllərdən payı olmalıdır. Sən ibadət olmasıyla yanaşı, Allahın kitabına, Peyğəmbər s.ə.v-in sünnəsinə, Allahın əmrinə, Rasul s.ə.v-in tövsiyəsinə əməl etməyi ilə yanaşı, mələklərin də sən duasını qazanırsan. Hətta elə yerlər var ki, səma əhli, yer əhli, qarışqa, balıq hamısı sənin üçün dua edir. 9-cu əməl. Gecə dəstəmazı yatanda. Gecə dəstəmazı yatanda, qardaşlarım, mələk gəlir və səhərə qədər ayət-əl kürsüyü oxuyub yatırsan, oturur başının üzərində. Səhərə qədər o adama şeytan yaxın dura bilmir. Gecə yatmamışlar, ayət-əl kürsü, bir dənə ayəti, vurdud bir ayə, yarım dəqiqə oxuya bilərik. Mələk gəlir, oturur səhərə qədər, şeytan ona yaxın durmur. Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat demək. Bu da 10-cu ibadətidir, 10-cu əməli. İnsan Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat deyəndə mələklər də onun üçün dua edir. Mələklər də onun üçün dua edir. Hətta Allah Resulü sallallahu aleyhi və səlləm bu sizin salavatlarınız mənə gəlib çatır. Bir hədisdə isə gəlir ki,
Hər dəfə siz mənə salavat deyəndə Allah Taala mənim ruhumu özümə qaytarır ki, sizin salavatlarınıza salamat cavab verir. Ona görə qardaşlar, bu ibadətlərdən payımız olmalıdır. Gündəlik sadaqa vermək, xəstə ziyarəti, qardaşlar bir-birini ziyarət edir. Xüsusən indi soyuqluq var da, yəni insanlar dünyaya çox bağlanıb deyə qəlblər soyub. Ziyarət eləmək. Ondan sonra məscidlərdə gələndə birinci safda dayanmaq, boşluqları doldurmaq, yanında olmayan qardaşı üçün, bazı üçün dua eləmək. Yəni, bax, bunlar asan ibadətlərə deyilmi? Lakin savabı mükafatı olduqca böyükdür. Allah Subhanahu və Teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Allah Teala hamınızdan çox-çox razı olsun ki, bugün bizim dəvətimizə icabət elədiniz. Bizi bu gözəl şəhərdə qonaq elədiniz. Allah sizə razı olsun. Bizi yedizdirir, içizdirir. Allah da sizi yedizdirib içizdirsin. Bizi bugün burada qonaq elədiniz. Allah da sizi öz huzurunda qonaq eləsin. Allah sizi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməl salih insanlarla bərabər eləsin. Allah Subhanahu və Teala ölkəmizi əmin-amanlıq diyar eləsin. Xalqımıza, cəmaatımıza hidayət versin və bizi xeyir işlərdə daima müvəffəq edib bizə kömək olsun. Ən gözəlin, ən doğrusunu Allah bilir. Subhanəkə Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.